meta reklam deyəndə bizim ilk növbədə Facebook hesabımız olmalıdır. Bir var Facebook hesabı, bir də var Facebook səhifəsi. Bu şəxsi ad soyadla açılan hesabdır. Yəni siz ümumiyyətlə Facebook yaradanda, sıfırdan Facebook yaratsanız belə, sizdən ad soyad istəyəcək. Deyəcək ki, siz öz şəxsi ad soyadınızı yazın. Bu şəxsi hesab gedir. Üstünə girəndə baxın burada arkadaş yazılır. Yəni dostluqlar. Bir də var ki, Facebook'un tərkibində yaratdığımız Facebook səhifələri. Hansı ki, bu səhifələri siz bir portfolyo olaraq da düşünə bilərsiniz. Biz səhifələri nəyə görə yaradırıq? Biz səhifəni ona görə yaradacağıq ki, hər yaratdığımız səhifəyə əlaqələndirmək istədiyimiz, yəni reklamını vermək istədiyimiz bir Instagram əlaqələndirəcəyik. Daha sonra həmin səhifə və Instagramın ortaq hesabı ilə bir reklam kabineti yaradacağıq. Yəni səhifə yaratmaq bizə reklam kabinetini yaratmaq üçün bir yoldur. Birinci hissə, ümumiyyətlə Facebook'da meta reklam hesabı yaratmaq istəyiriksə, birinci addım Facebook'un daxilində səhifə yaratmaqdır. Yəni indi göstərəcəm, deyəcəksiniz ki, yəni həqiqətən çox asandır səhifə yaratmaq. Bu hesabdır. Hesabın daxilində gəlirik 9 nöqtəyə. Düşürük aşağı. Səhifələr bölməsinə gəlirik. Baxın, indiyə qədər yaratdığımız səhifələr burada görsənir və sıfırdan səhifə yaratmaq istəyirsə, gəlirik bura, sayfa oluştur bölməsinə. Sayfa oluşturu basırıq. Hər kəsə açıq səhifə, yəni reklam səhifəsi yaratmaq istəyiriksə, hər kəsə açıq seçirik, irəlini bastıq və başlanı basırıq. Siz bu addımları mən rekorda atacağım, siz bu addımları rekorda baxa-baxa öz səhifəniz üzərində tətbiq eləyəcəksiniz. Daha sonra səhifə adımızı yazırıq. Misal üçün, Instagramdakı biznes adınız nədirsə, səhifə adına onu yaza bilərsiniz. Sonra kateqoriya seçirik. Biznesiniz hansı sektorda fəaliyyət göstərir? Misal üçün, əmlakdırsa, əmlak yazırsınız. Əmlak. Daha sonra restorandırsa, restoran yazırsınız. Misal üçün, pazarlamadırsa, sosial mediadırsa, pazarlama yazırıq. Reklamçılıq, pazarlama. Yəni, hansı sektorda fəaliyyət göstərirsə, kateqoriyanı ona uyğun seçməlisiniz. Bir və ya bir neçədən seçə bilərsiniz. Bioqrafiya. Bioqrafiyamıza isə... Yəni, bu səhifəni mütləq açmalıyıq ki, biz reklam verə bilək, hə? Bəli. Facebook'un hesabının tərkibində bu səhifəni mütləq açmalıyıq. Və indi bioqrafiya bölməsini yazanda isə Instagramımıza aid, tutaq ki, Instagramımıza gəldik. Ona aid bir bioqrafiyadır. Bunu kopyalayırıq, gətirib yapışdırırıq bura. Həmin bu bioqrafiya isteğə bağlı səhifəsinə. Daha sonra sayfa oluşturu basırıq. Mən indi yapışdırmıram, yəni yazı da bilərsiniz. Sayfa oluşturu basırıq. Burada internet saytı istəyir. Əgər saytınız yoxdursa yazmaya bilərsiniz. Daha sonra nömrə qeydiyyatı istəyir. Nömrə qeydiyyatında 994, yəni Azərbaycanı seçirik. Hər hansı bir nömrəni yazırıq. Daha sonra e-postanız varsa e-postanızı yazın. Bir də sizə bunu deyim, bu Facebook səhifəsini siz nə vaxt belə yarımçıqda düzənləyə bilərsiniz, amma bütöv şəkildə də düzənləyə bilərsiniz. Nə zaman bütöv şəkildə düzənləyirsiniz? Tutaq ki, gələcəkdə istəyirsiniz reklamlarınız Facebook'da da insanların qarşısına çıxsın. Avtomatik kimsə sizin reklamı Facebook'da görəndə, üstünə tıklayanda gəlib bu yaratdığınız səhifəni görəcək. Ona görə əgər Facebook'da reklam verəcəksinizsə gələcəkdə, səhifəni də düzənləyin ki, insanlar tıklayanda gəlib normal bir səhifə görsünlər. Yoxsa belə boş bir səhifə görməsinlər. Yox, əgər sadəcə məqsədiniz Instagram üzərindən reklam verməkdirsə, o zaman bu səhifəni düzənləməyə də bilərsiniz. Sadəcə bunları keçə bilərsiniz. İrəlini basırıq. Daha sonra profil rəsmi buradan əlavə edirik. Misal üçün, Instagramımızda nədirsə brendinizin onu əlavə edə bilərsiniz. İrəlini basırıq və geçi basırıq. Bir də irəli və bitdi.